Türk Ağsaqqalları İctimai Birliyinin nümayəndələri hər il olduğu kimi bu ildə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümumilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində onun məzarını ziyarət ediblər. Ziyarətdə Türk Ağsaqqalları İctimai Birliyinin rəhbərliyi, təşkilatın Qadınlar Şurasının və Gənclər Təşkilatının təmsilçiləri iştirak edib. Birliyin nümayəndələri dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Ulu öndərin ömürgün yoldaşı, görkəmli oftalmoloq, alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Türk Ağsaqqalları İctimai Birliyinin sədri, akademik Sudeyev İmamverdiyev bildirib ki, Ulu öndər Heydər Əliyev artıq 22 ildir ki, əbədiyyətə qovuşsa da, ruhən bizimlədir və əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Nurlan Əhmədova, Zərintac Mayıs qızı, Təbriz Qoliyev, Hüseyn Babayev, Heydər Həsənli, Misya TV.